edirik. Fövqəladə Hallar Nazirliyi bayramla əlaqədar əhaliyə xəbərdarlıq edib. Siz də diqqətli olun ki, bayram günü problemlərlə üzləşməyəsiniz. Təhlükəsizlik tədbirlərini sıradakı süjetimizdən öyrənə bilərsiniz. Fövqəladə Hallar Nazirliyi yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. Hər il yeni il bayramında yanğın təhlükəsi xeyli artır. Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti xidmətinin əməkdaşı Nizami Fərəcov bildirdi ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir. Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalıdır. İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, şam ağacları tez alışan oyuncaqla bəzədilməməlidir. Qapalı məkanda atəşfəşanlıq edilməməlidir. Yeni şənlikləri keçirilən yerlərdə mütləq orada növbətçilər olmalıdır ki, yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin olması vacibdir. Və eyni zamanda bəzən yeni şənliklər keçirilir. Həmin binalarda bir də görürsən qaynaq, rəngləmə və digər yanğın başı verən törədən hallardan işlər görülür. Bunlar qəti qadağan olunur ki, bunlar görülməsin. Həmçinin şənlik keçirilən binalar tikinti normalarına və tələblərinə cavab verməlidir.